Yəni nə çatmadı deyəndə qol vurasan ki, udasan, amma qol vura bilmədi. Yenə də deyirəm, komandamdan çox razıyam. Oynadığı, göstərdiyi oyun, yəni fərqli Neftçini izləyirik. Bu günləri də bu qədər adamın gəlməyi və bu qədər burada mikrofon yerləşməyin səbəbkarı əsla və əsla Qarabağ və Qarabağ oynadığı oyun deyil. Bu günləri səbəbkarı Neftçidir. Hamımıza ümid vermişdi və bu ümiddə davam eləyir. Yəni çox yaxşı komanda qururuq və həddindən artıq bir oturuşmuş komandaya təzə yeni qurulmuş komanda oynayırdı və fikirləşirəm ki, pis oynamadıq. Yəni bəzi oyunçular həddindən artıq da meydançanın içində yaxşı idilər. Bəli, bəzi planlar pozuldu. Yenə də deyirəm, bu güc bölgüsündən idi Eminin çıxmağı və digər məsələlər, amma komanda yaxşı idi. İnşallah ki, yolumuza beləncə illah ki də bu cür oyunlarla elədiyimiz səhvlər yox, nəyi daha yaxşı eləyər, bilərik. Onun üzərində işləyib yolumuza davam edəcəyik.